50 avro bugünkü məzənlə ilə 100 manatdan bir qədər çoxdur. Amma elə hallar olur ki, adi avro əskinazı üzərindəki nominal qiymətdən dəfələrlə dəyərli olur. Bunun üçün iki amil önəm daşıyır. Birincisi o dövriyyədə olmamış, azı 64-65 dərəcələrində olmalıdır. Və ikincisi əskinazı başqalarından fərqləndirən xüsusiyyətə malik olmalıdır. Əksər hallarda bu çap xətası və ya seriya nömrələri ilə əlaqədar olur. Məndəki nümunə dövriyyədə çox az müddət olsa da, çox yaxşı vəziyyətdədir. Və seriya nömrələri 899 ilə başlayır və 899 ilə bitir. Gəl ki, bu ona elə də böyük dəyər qazandırmır. Çünki bunda nə binar, nə də radar seriya nömrəsi meyarı müşahidə olunmur. Bir neçə il əvvəl Heritage hərracına çıxarılmış bu nümunədə isə seriya nömrələri radardır. Radar ona görə deyirlər ki, seriya nömrələri elə radar siqnalı kimi necə çıxırsa elə də qayıdır. Yəni özünüz diqqət yetirin. İndiki halda radar 8 rəqəminə kimi irəliləyir və 8-dən sonra eyni ardıcıllıqla geri qayıdır və 6 rəqəmində bitir. 2002-ci ildə buraxılmış bu möhtəşəm nümunə bir neçə il əvvəl Heritage hərracında $720 satılıb. Videonu bəyənməyi unutmayın.